İran Fars şovinistinin götür koyduğu ne? Onlar Tam ne tersi. istəyirlər və buna götürür. Ona Bəli. görə İran medyası məncə çox mənfi bir duruma düşdü, zəif bir duruma düşdü. Fars şovinistləri eləyə bilmədilər ki, bunu qəbul etsinlər ki, bu gedib o da Türkçə danışır. Çalışdılar ki, bunu yaymasınlar. Çox üstünə getmədilər. Mən international televizyona baxdım, hətta BBC-yə baxdım bu günlərim. Görüm ki, bəlkə BBC-də bu məsələni böyüdər ki, biləxərə burada gəlib, görüşüb, nələr danışlanıb, nələr həyəcanlar, böyük minlər insan qalxır, çəpik salır. Əslən, sanki belə bir şey olmayıbdı. Və çox məsələyə buna gedir ki, Pezeshkian gedib və İranla Azərbaycanın rabitələri yoxlaşacaqdır. Çox rəsmi bir müqavilələr məsələsinə gedir. Halbuki dediyim kimi, milli hərəkətdə bir özləm var. O özləmi dərindən hiss edən insanlar bilər ki, Pezeshkianın bir dənə demək ki, həsrət ədəbiyyatından bir şey oxumağında nə qədər güc vardır. Və buna görədir ki, mən düşünürəm ki, Pezeshkianın səfəri müvəffəq bir səfər idi. Yəni Azərbaycan baxışı ilə, bütün Azərbaycançılıq baxışı ilə. Mütləq bu o deyil ki, biz Pezeshkianı bir dənə bir milli hərəkatın lideri bilirik. Nə bilim, o bizim məsələlərimizi həll edəcəkdir. O milli hərəkatın səmtini çevirəcəkdir. İran çevirəcəkdir. Təbii biz Pezeshkianı İran şovinist hakimiyyətinin içində aparıcı bir möhrə, amma bu möhrənin özəlliyi olduğu üçün, tarixi bir türkçülüğü olduğu üçün bir gözümüz bunun hərəkatındadır. Niyə? Bunda biz potansiyel görürük ki, gələcəkdə İranın parçalanmasında, İranın çətin bir duruma düşəndə bunda bir potansiyel vardır ki, eləyə bilər Azərbaycan milli hərəkatına qovuşa, Azərbaycan milli hərəkatının bir parçası ola. Biləsiniz, belə bir potansiyel var. Bu potansiyel var, bu deyil ki, indi elədir. İndi təbii bizim dövlətçilik yolunda mücadiləmiz davam edir. Azərbaycan milli hərəkatının özünün öz stratejisi vardı, öz taktikləri vardı, öz düşüncələri vardı. Amma bununla yanaşı biz traktor masasına necə yanaşırıq? Bizim millətimiz ehsasla, həyəcanla gedir traktora. Hər ki, geçmişdə traktor Supahın əlində idi. Gənə də çalışdı ki, onu Supahın əlindən çıxardaq, mənimsəyək və özümüzün milli takımımızı eləyək. Və bu da böyük başarılı getdi bu prosesdə. Və biz gördük ki, millətimiz başardı gücü ilə traktoru çəksin, öz tərəfini Supahın əlindən çıxarsın, İranın bu qədər oyunbazlığından çıxarsın və milli hərəkatın bir parçası eləsin traktoru. İndi bu gedişat aynı oyun, aynı taktiklər Pezeshkianın üstündə getməkdədir. Ki, Pezeshkian və Azərbaycan bürokratlarının hakimiyyətinin içində elə bir işlər görüşürük ki, biz bunları etkiləyək, pozitiv etkiləyək ki, bunları hərəkətimizin içində qataq. Yəni, burada bunları biz hərəkətdən uzaqlatma və bunları elə Fars hakimiyyətinin tamam bölümlərindən aynı görməklə təbii ki, real baxış olmaz. Həm bu real baxış olmaz, həm də ikinci qismətə real baxış olmaz ki, Pezeshkianı bu gün Azərbaycan milli hərəkatının lideri görmək. Ki, bu bizim bir sözcümüzdür, bu bizim indi aparıcımızdır. Bu baxış da yanlışdır. Yəni, biz gərək nə İranın oyunlarına gedək ki, deyək ki, həm seçkilərdə sənin dalında duruq, sən İran Azərbaycan o yazı yazmışlar ki, Azərbaycan sahili əmni İranəs. Nə bir bu baxsan hərəkətlər ki, Azərbaycan əmni bir sahildir İrana və İran vilayət fərqi hər at oynada bilər bizim bölgəmizdə. Nə biz bu tezində alındayıq, nə də bu tezində alındayıq ki, demək ki, bu Pezeshkian elə birbaşa elə Fars şovinistinin bir parçasıdır, fərq eləməz. Necə ki, Xamenei zamanında Türk danışır, bu da Türk danışır. Yəni biz orta xəttinə, milli müqəddərat təyin etmək baxışı ilə azadlıq, ədalət, milli hökumət deyərək orta bir xəttinə qabağa getməkləri Pezeshkianla demək, həm siyasətlərindən Azərbaycanla bağlı intiqad edərik, həm də bəzi danışıqlarından, hərəkətlərindən himayət edərik. Bir fürsət yaranıbdır ki, özünə görə bir potansiyelləri var indiyə və bəlkə gələcəyə. Yəni bu potansiyellərdən biz necə istifadə etməliyik? Dəqiqən o cürdür. Baxın, Urma hərəkatını necə də tutsaq, Araz bəy, Urma hərəkatında əgər bu Azərbaycan bürokratları olmasaydı, yəni əgər Pezeshkian Batı Azərbaycanda Təbrizdən bir ustandar vali gətirməsəydi və baxmayıq ki, mərkəzdən istənmişlər ki,
tutalım ki Həzrət Əlinin ölümü ilə bağlı bir Ələviçilik bir hərəkət yola salsın. Amma bütün Azərbaycan bürokratlarından yaşıl siqnal gedir millətə və millət əsas edir ki, burada bir təhlükə yox, tutma yox. Bu çönü olur 100 minlik bir hərəkət. Bəli. Demək ki, bəs bizim milli hərəkatımız bu potansiyeldən istifadə elədi. O istifadəsini Urmi hərəkatında qoydu ortalığa və Fars şovinistinin əlinə soyuq su tökdü və Kürt terror qüvvələrinin belini sındırdı bölgədə. Ki sənin 4-5 dənə Klaşinkovdan oyunlardan baxdığın deyil ki, bax güc burada, bu güc bu millətin gücü sən nə edəcəksən? Və elə oldu ki, Kürt hərəkatı indi parçalanıb. Bir bölüm deyir ki, Urmiyə Kürdistandır, bir bölüm deyir, yox bu, Urmiyə Türklərinkidir, Azərbaycanındır. Biz gəlmiş burada işləməyə. Demək ki, bu düzdür, ideoloji bizim ideolojimiz, bizim siyasi milli hərəkatımızın siyasi fəaliyyətlərinin nəticəsində olub. Amma şərait yaradan, zəminə yaradan buna elə demək ki, Pezeshkian, onun yandaşları və onun imkanları olub. Yəni burada məsələyə belə baxsaq, onda görürük ki, hərəkət bir-birinin etkili. Ay Pezeshkian bugün bizdən etkilənir, milli hərəkətdən etkilənir və biz də ondan etkilənirik. Biz də o pozitiv addım atanda biz də bir addımını qabaq çeviririk. Ay Pezeshkian ilk dəfə idi ki, pişəvərdən atacaqdı. İlk dəfə ki, dörtlü heyətdən atacaqdı. Bunu niyə gəldi? Bunu sırfən Azərbaycan milli hərəkatına bir pozitiv siqnal versin deyə gəldi. Baxın, mən də sizin yanınızdayım. Məni buraxmayın, məni tək qoymayın. Bizə deyir oldu, bizim ideolojimiz var, bizim siyasətimiz var, bizim dövlətçilik istəklərimiz var və bu istəklərimizlə yanaşı sənin yanında olmaq nə qədər sən bizim yanımızda olsan. Yəni biz belə tablo çizib qabağa getsək, məncə daha uğurlu olur. Bəli. Təşəkkür bildirəm Sayın Mahmud bəy. Ben bir son sual bu elə Pezeshkian məsələsinə görə, Pezeshkianın Bakı səfərliyindən görə sorum, sonra keçək ikinci konumuza. İran-Azərbaycan münasibətinin bu Pezeshkianın demək olar Bakı getməyindən necə görürsünüz buradan bir yana? Bilirsiniz, bir ancaq Bakının böyük elçiliğində bir terörist iş olundu. Ondan sonra İran-Azərbaycan arasında bir demək olar degərcinlik yaranmışdı. Buradan bu yana siz necə görürsünüz məsələni? Baxın, vaqiət budur ki, İranın onda ki çalışırdı ki, Azərbaycanla bağlı çox təhavüzlü bir siyasət götürsün və getmişdi Azərbaycan sınırlarında ləşkərlərin yerlədirdi. Orada manevr nizamı verirdi. Azərbaycana hədə-qorxu gəlirdi və onunla da bağlı o zamanlarda elə həmlələrdi Azərbaycan səfirliyinə və demək ki, tanınmış qüvvələrimizdən də şahid oldular. Amma İran durumu dəyişdi. İran durumu dəyişəndən İran təhavüzlü siyasəti çönüb indi tədafüyə. Tədafüyə çönüb indiki durumda. Çünki tədafüyə çönüb çalışır ki, düzgün münasibətlər yaratsın. Özü ilə Azərbaycan arasında, özü ilə Ərəb ölkələri arasında, özü ilə Türkiyə arasında, qonşuları ilə bağlı qorxur ki, qabağını ala bilməyə bu məsələlərin Amerika ilə bir savaş gedib bilirsə. Nə qədər bu durum var, o müqavilələr ki, imzalanıbdır, o səmtə gedəcək. Amma bir açsana, görsə durum dəyişdi. Çünki mahiyyət yerindədir. Yəni bu hakimiyyət qanqusturan, irticai, faşisti bir hakimiyyətdir. Ay Pezeshkianı gətirməsi və onu kullanmasını da illətin yaxşı bilir. Payqanı əldən vermişdi, ehtiyacı var idi diyaloqa, danışığa Batı ilə və